Hepatit C əlamətləri nələrdir? Müalicə olunurmu? Hepatit C xəstəliyi digər infeksiyoz xəstəliklər kimi kəskin dövrdə çox vaxt ciddi bir simptom vermir. Bəzən ümumi əlamətlər, halsızlıq, yorğunluq kimi əlamətlər ola bilər. Ümumiyyətlə, hepatitlər əgər qaraciyərdə bir zədələnməyə səbəb olubsa, o zaman artıq xroniki dövrdə, özəlliklə hepatit C çox zaman xronikləşir. Xroniki dövrdə qaraciyər çatışmazlığı əlamətləri, bu sarılıq ola bilər, qaşıntı ola bilər və yaxud da ki, başqa şikayətlər ola bilər. Hepatit C müalicə olunan bir xəstəlikdir. Özəlliklə son zamanlarda yeni müalicələrlə 95-98%-lərə qədər tam müalicə olunur. Hepatit C müalicə olunsa da, burada ən önəmli şey, əgər hepatit C müalicəsi başlamadan öncə qaraciyərdə zədələnmə ciddidirsə, siroz varsa, xroniki qaraciyər xəstəliyi varsa, bu qaraciyər xəstəliyi tam düzəlməmiş ola bilər. Müalicədən sonra əlbəttə qaraciyərdə ciddi bir yaxşılaşma olur. Hepatit C sağalsa belə qaraciyəri həkim nəzarətində mütəmadi olaraq kontrol etmək gərəkir.